Belki gedirik biz məscid. Ben siyahlatla görüntü şerefinize de merhaba. Assalamu alaikum izləyicilər. Deməli, bu gün maraqlı bir video çəkəcəyik. Videomuzun qonağı Süleyman qardaş, xoş gördük səndən. Heç nə, sual, indi tez vaxt keçmədən başlayaq. Məni takip etməyi və videoları izləməyi unutmayın. Heç nə, başlayaq. Suallarını verəcəksin. Ahmet, sənə görə uğurun sirri nədədir və həyatdakı ən böyük uğurun nədir? Ümumiyyətlə, belə deyim, hələ mən gəncəm, 20 yaşlarında düşəndim. Mənim hələ çox, inşallah ki, salamatçılıq olsa, ömrüm Allah icazə versə, oranın ən çox qabaqdadır. Və bu yaşıma qədər də həmd olsun Rəbbimə, uğurlarım olub. Ümumiyyətlə, ümumi götürsək, uğurun ən böyük uğuru mənim Məkkəciyə gəlməyimdir. Buna görə. Bunu da necə Allah mənə nəsib edib, onu danışacağım. Deməli, mən həmişə dünya məsələlərdə, özümdən böyüklərdən, karyerasında, necə deyim, inkişaf eləmiş insanlardan həmişə soruşuram. Neyiniyim, üniversitet həyatımda necə öyrənim. Bir nəfər var və mənə dedi ki, istəyirsən artıq birinci kursdan, sonradan birinci kursdan deyir ki, Fisiya Universiteti qutardım, daha doğrusu məktəb qutardım, hazırlıqlar bitdi, mən istirahət eləyəcəm, gedin. Mənə dedilər ki, sən başla indidən ki, öz yaşlarından qabaqda olasan və artıq 3-cü, 4-cü kursda bir şirkətlərdə xarici şirkət fərqi yoxdur, və yaxud da yerli şirkətlərdə işləyə biləsən. Bir engineer kimi, maşinəri mühəndisi kimi və mən o məsləhətlərə həmişə qulaq asırdım. Ona görə də kursa getmək lazım idi. O kursun da biraz qiyməti edib bağlayıb. Heç sənə, yayda mən Ağşəhərdə başladım işlərə, bir 2-3 ay işlədi. Həm də olsun, demək olar ki, hər şey düzəltdim. Kursa hələ gedəsi idim, hələ bir 15 gün, 20 gün vardı, amma müəllimdən danışmışdım. Evə gəldim, bəs evdən dedilər ki, gedirik biz məscid. Bir qardaş sağ olsun, təşkil eləmişdi. Belə baxdım, belə, siz mən də gedirəm, birbaşa. Sonradan da məndə bir xasiyyət var, məsələn bir xeyirli bir iş olanda, ümumiyyətlə, belə uğur olanda. Həmişə fikirləşəm ki, mən ona görə hava-xasalığa dua eləmişəm, yoxsa. Və mən gecəsi mən işlədiyim üçün Ağşəhərdə, həmişə gecə istifadə edib fürsətdən gecə namazı qılırdım. Yəni, saat, belə deyim, axşam 8-dən gedirdim, səhər 5-ə qədər işləyirdim. Və saat həmişə də 2-də bizi buraxırdılar, həm yemək yeməyə gecəyə, həm də İsrail namazı qılmağa görə də. Elə namazı qıldım, həmişə İsrail, onun fürsətdə istifadə edib, fikir namazında həmişə dua edirdim. Dua edəndə də duaların arasında Məkkəyə getməyi eləmişdim, sadəcə çox takılmamışdım. Məsəl üçün, sağım ki, mən tarafı imtihan vermişəm və ona istər-istəməz beyin takır da, yəni dayanmadan o duanı edişəm, fikirləşsən, o oldu, olacaq, olmayacaq. Amma Məkkədə eləmişdim, sadəcə çox fikirləşməmişdim. Nəticəsini həmən gözləyirsən, belə, amma gözləmirdim, sadəcə dua eləmişdim. Mən də gedirəm, bunu deyirəm belə birbaşa. Sadəcə dedim ki, mən hara gedirəm, fikirləşdim gedirəm. Dedim, mən getsəm, mən fikirləşdim, mən kursu gedəməyəsəm. Sonradan da bir Azərbaycanlı kimi fikirləşdim, həm də mən ticarətlə biraz məşğulam deyə istər-istəməz beyində o fikir yandı. Hansı keçsəm səhv eləyəm mənə, belə dedim. İndi baxdım ki, fikir geçsəm, mən orada Allah'a dua eləsəm, Allah yerimə kurs nəsib edəsin. Və əlindən düşən fürsətdir, sonra bir də halıq fürsəti ola biləcək. Heç nə, dedim, mən də getirəm, heç nə olmaz, kurs Allah nəsib edir. Və belə oldu, sağ olsun, Firuz qardaşlar, Allah razı olsun, o təşkil elədi, bəlkə də video baxın. Təşkil elədi və getdik Məkkəyə. Həm də olsun Məkkədə getdik, orada ibadətləri işlə falan gördüm, elədim, hər nəsə. Və ondan sonra, qayıdandan sonra təxmini mən qayıtdım oktyabrın 7-cü bir həftəlik getmişdim. Dekabrda Holberton School var. Holberton School'da beynəlxalq proqramlaşdırmışdım. 100% təqaüddən tələbələr qəbul edirdi, amma imtahan təbii ki də, ingilis imtahan verməliydi, bir də proqramlaşdırmada imtahan verməliydi. Qarar Universiteti ilə müqavilə bağladılar və uşaqlar getdilər imtahan verirlər. Oradan da ilk 100 nəfər seçməliydi. Təxmini yanvar ayı, dekabr ayı, yalan deyirəm, onu tam dəqiq deyə bilmərəm. Və başladım mən də tutum əladə, hələ beynimə tema açmamışam ki, Allah onu nəsib edir də başa istəyir. Heç nə. Mən getdim, imtahan verdim. İmtahan verəndən sonra bir xeyli gözlədik, bir 20 gün falan nəticələr çıxdı. Bu nəticələrdə siyahlandılar, bu siyahlar, siyahda adım yoxdur. Siyahda adım yoxdur, bilmirəm, indi ola bilər. Sonradan yenə də həmişə Allah fikir etmək lazımdır, nə olur olsun. Həm olsun, xeyirlisini inşallah nəsib edir. Və biraz müddət keçdi, təxmini 3 gün. Və dedilər ki, siyahı atırıq. Və burada siyahıdan ilk yuxarıda olan 5 nəfər qəbul olunmalıdır. Onlar da yazsınlar belə şəxslər, administrator yazsın.
Mən siyahlatla görürüm ki, işə birinci yerdə mən aldım. Öyle işlərim tez oldu. Birinci Allah nəsib elədi də bu kurs mənə. Və qəbul edilər. Bir gün də o kursu qurtardı, həmd olsun. Kurs demək olar qurtardı. Bir tane də proyekt hissəsi, inşallah proyekti də hazır təhvil verəcək yay ayında. Ondan da beynəlxalq diplomun sahibi olacaq inşallah. Yəni demək istəyirəm ki, Allah həmişə Allah'a inanır. Allah təvəkkül edəndə Allah ona nəsib edir. İstər Allah sənə ola bilər biz beynimizdə fikirləşirik ki, bu bizə səhv eləməyən bir şeydir. Və yaxud da ki, Allah nəsib eləməsə pis olacaq. Yox, yəni Allah mömin qolu istəyir və ona görə həmişə ona xeyirlisini daha çox nəsib edir. Necə ki, salihlərdən bir söz var, Allah, mən dua edəyəndə Allah'a deyir, verirsən bir şey bilirəm, verməsi ki, birinci deyir, istəyir, ikinci onu istəyir. Həm də belə deyim, bizim qarşımızda olan bəzən çətinliklər də olur, bəzən sınaq da olur. Onların hamısı Allah'a bizi dua eləməyə öyrədir, Allah'a çox şükür eləməyə öyrədir. Təbii ki də o sınaqlardan almaq, uzaq çıxmaq üçün də Allah'a həmişə dua edirik. Yəni Allah sevdiyi qoluna, yəni imtihan edir, Allah istəyir ki, qulu ona yalvarsın. Qulu ona yalvarsın və biz də Allahın qabağında acizləsinə Allah'a yalvarmalıyıq. Allah da özü bizə vəd edib ki, dua eləyin, duanızı qəbul edin və bir də hər çətinlikdən sonra asanlıq var ayəsi, o an çox adama. Bir də səhv Bəqərə surəsində deyir ki, o kəslər ki, başlarına işləyəndə biz Allahdan gəlmiş, Allah'a qayıdacaq. Bu şuarla yaşayanda inanın ki, insanda nə sınav olur olsun, insan o sözlərlə, o ayələrlə özü təsliyi tapır. Evet, danışacağım bu qədər idi. Esselamu Aleyküm. İnşallah ki, xeyirli olan söhbətimiz sizin üçün. Videoya like atıb, məni izləməyi unutmayın. Esselamu Aleyküm.